Sən bir bu əvvəlki vəziyyətinə bax. Yenə qeyri-adi çürüklər. Vaz 21, 05, 09, 18 ili bu sistem, yəni Samar avtomobillərdə baş verən çürüklər. Bunlar üçün detal satılır, detalı tapılır. Amma qoyursan bir il sonra yenə də eyni şey baş verir, çünki satılan detallar çox keyfiyyətsizdir. İnşallah ki biz bunu galvaniz detaldan daha qalın, çox qalın yox, yəni bu 0.7'dir, bu da 1 millidir. 1 millilik detaldan inşallah birebir'ini döyüb, için təmizləyib, qurutluyub, yağlayıb, sonra bağlayacaq üzərinə. Videolarımızı yerləşdirəcəm. Burada işimiz yekunlaşdı. Detal gördüğünüz gibi birinci videoda olduğu gibi tam bu hissədən belə olaraq dəyişdirildi. Qaynaq bütöv olaraq qaynaq olundu və üzəri yanıb. Əgər sizin də avtomobilinizdə belə çürüklər, tapılan və ya tapılmayan detallarda olan problemlər varsa, detalların keyfiyyətli materialdan düzəldilməsi və birebir yerinə sunaq olunması mümkündür. İnşallah bundan sonra daha böyük proyektlərlə qarşınızda olacağım. İzləmədə qalın.